Ox atan. Bugün sizin üçün geniş imkanlar və müsbət dəyişikliklərlə dolu olacaq. Bir çox sahədə uğur qazanmaq şansınız yüksəkdir və xüsusilə yeni başlanğıclar üçün əlverişli zamandır. Əgər uzun müddətdir başlamaq istədiyiniz, lakin tərəddüd etdiyiniz işlər varsa, bugün həmin addımı atmaq üçün doğru fürsətdir. Yeni sahələrə marağınız artacaq və əvvəllər az bildiyiniz istiqamətlərdə özünüzü sınamaqdan çəkinməyəcəksiniz. Öyrənmək və inkişaf etmək baxımından gün çox məhsuldardır. Yeni məlumatları mənimsəmək sizə asan gələcək, mürəkkəb mövzuları belə tez qavrayacaqsınız. Bu, həm təhsil, həm də peşəkar fəaliyyətlə bağlı sahələrdə irəliləyiş əldə etməyə imkan verəcək. Əgər imtahan, təlim və ya yeni biliklər tələb edən bir prosesdəsinizsə, bugün uğur sizin tərəfinizdə olacaq. İş mühitində də müsbət dinamika hiss olunacaq. Həmkarlar, tərəfdaşlar və dostlar sizə dəstək olacaq, ehtiyac duyduğunuz anda kömək əlini uzadacaqlar. Komanda işi uğurlu alınacaq, ortaq məqsədlərə çatmaq daha asan olacaq. Sizin optimist və açıq düşüncəli yanaşmanız ətrafınızdakı insanlara da motivasiya verəcək. Gün ərzində xoş sürprizlər sizi sevindirə bilər. Gözləmədiyiniz bir xəbər, dəvət və ya təklif əhvalınızı yüksəldəcək. Həmçinin keçmişlə bağlı mövzular yenidən gündəmə gələ bilər. Uzun müddətdir əlaqə saxlamadığınız insanlarla yenidən ünsiyyət qurmaq imkanı yaranacaq. Bu görüşlər və söhbətlər sizdə xoş xatirələr oyadacaq və bəzi yarımçıq qalan münasibətləri bərpa etmək üçün şans yaradacaq. Köhnə inciklikləri aradan qaldırmaq və münasibətlərdə yeni səhifə açmaq üçün uyğun gündür. Səmimi yanaşma və açıq söhbət sayəsində əvvəlki anlaşılmazlıqları geridə qoymaq mümkün olacaq. Bu isə həm dostluq, həm də romantik münasibətlərdə müsbət dəyişikliklərə səbəb ola bilər. Maliyyə baxımından gün sabitdir, lakin yeni imkanlar diqqətinizi çəkə bilər. Əgər qarşınıza sərfəli bir təklif çıxarsa, onu diqqətlə dəyərləndirmək faydalı olacaq. Lakin tələsik qərar vermədən əvvəl bütün detalları nəzərdən keçirmək vacibdir. Günün sonunda özünüzü həm mənəvi, həm də intellektual baxımdan zənginləşmiş hiss edəcəksiniz. Bugün sizə göstərir ki, açıq fikirli olduqda, yeniliklərə hazırlaşdıqda və insanlarla əlaqələri qoruduqda həyat sizə gözlədiyinizdən daha çox imkan təqdim edir.